Hamıya salam. Gəlin bugün həqiqətən də vacib bir mövzuya baş vuraq. Rəqəmsal makromühit. Bilirəm, adı biraz qəliz səslənə bilər, amma inanın, bu anlayışın gündəlik həyatımıza və gələcəyimizə necə təsir etdiyini birlikdə anladıqda hər şey çox aydın olacaq. Heç belə olubmu ki, sanki texnologiya, sosial trendlər, bütün bu yeniliklər o qədər sürətlə dəyişir ki, adam çaşıb qalır, mən bütün bunlara necə çatdırmağı deyirsiniz. Əgər belədirsə, heç narahat olmayın, tək deyilsiniz. Bu demək olar ki, hamımızın yaşadığı bir hissdir. Gəlin vəziyyəti belə təsəvvür edək, biz hamımız çox güclü, sürətlə axan bir rəqəmsal çayın içindəyik. Bax, rəqəmsal makromühit dediyimiz şey də bu çayda batmamaq, yolumuzu tapmaq üçün bizim əlimizdəki xəritədir. Bu xəritə bizə kömək edir anlayaq ki, bu güclü axın haradan gəlir və bizi hara aparır. Yaxşı, bu rəqəmsal çayda inamla irəliləmək üçün gəlin əvvəlcə görək bu nə deməkdir. Yəni, bu mühiti yaradan nədir? İşə ən əsaslardan başlayaq. Ən sadə dildə desək, rəqəmsal makromühit bizim birbaşa idarə edə bilmədiyimiz, amma istər-istəməz həm bizim şəxsi həyatımıza, həm də bütün sənayelərə təsir edən böyük qüvvələrdir. Bunlar texnologiya, mədəniyyət, qanunvericilik kimi amillərdir. Sanki oyunun qaydalarını təyin edən böyük dalğalar kimi düşünün. Baxın, bu böyük və mürəkkəb mühiti anlamaq üçün çox faydalı bir model var. Siet analizi. Bu, bizə 4 əsas hərəkətverici qüvvəyə fokuslanmağa kömək edir. Bunlar siyasi, iqtisadi, sosial və texnoloji faktorlardır. Gəlin indi hər birinə ayrı-ayrılıqda baxaq. İlk növbədə siyasi qüvvələr gəlir, yəni hökumətlər və beynəlxalq qurumlar. Onlar bizim bu rəqəmsal çayın axınını istiqamətləndirən qaydalar, qanunlar yaradırlar. Başqa sözlə, rəqəmsal məkanda nəyin mümkün olub olmadığını məhz onlar müəyyən edir. Məsələn, Avropadakı o məşhur GDPR qanunu şirkətlərin bizim şəxsi məlumatlarımızı necə istifadə etdiyinə birbaşa təsir edir və ya düşünün, süni intellektin tənzimlənməsi ilə bağlı gedən müzakirələr gələcəyin texnologiyalarını tamamilə başqa istiqamətə yönəldə bilər. Yəni, bu siyasi qərarlar hamımızın onlayn təcrübəsinə təsir göstərir. İndi isə gəlin pulun axınına nəzər salaq. Texnologiya bizim pul qazanma, xərcləmə və ümumiyyətlə pula baxışımızı kökündən dəyişir. İqtisadi qüvvələr demək olar ki, rəqəmsal mühitin bütün maliyyə tərəfini müəyyən edir. Fikir verin, artıq çoxumuz Uber kimi xidmətlərdən istifadə edirik. Netflix kimi platformalara abunə oluruq. Bu sadəcə bir rahatlıq deyil. Bu iş yerlərini, bizim istehlakçı vərdişlərimizi, bütün iqtisadiyyatı tamamilə dəyişən böyük bir transformasiyadır. Rəqəmsal mühit təkcə texnologiya və iqtisadiyyatdan ibarət deyil. O, həm də bizim mədəniyyətimizi, gündəlik vərdişlərimizi və sosial gözləntilərimizi dəyişir. İnsanlar olaraq bir-birimizlə necə ünsiyyət qurduğumuz, demək olar ki, yenidən formalaşır. Sosial media həyatımızın mərkəzinə çevrilib, bu aydındır. İş yerlərimiz evimizə daşınıb, hibrid iş normallaşıb və maraqlarımıza uyğun onlayn icmalarda, bəlkə də heç vaxt real həyatda tanış olmayacağımız insanlarla dostlaşırıq. Bütün bunlar sosial dinamikaları tamamilə dəyişir. Bəs bu dəyişiklik nə qədər böyükdür? Baxın, bu rəqəm çox təsirlidir. Təkcə ABŞ-da tam ştatlı işçilərin demək olar ki, yarısı, yəni 45%, artıq ofisə bağlı deyil. Onlar ya hibrid, ya da tam məsafədən işləyir. Bu sadəcə kiçik bir trend deyil. Bu, cəmiyyətin işləmə tərzində baş verən fundamental bir dəyişiklikdir. Yaxşı, bəs bütün bu siyasi, iqtisadi və sosial dəyişiklikləri hərəkətə gətirən nədir? Onları bu qədər sürətləndirən nədir? Əlbəttə ki, texnologiyanın özü. O, bütün bu rəqəmsal ekosistemi gücləndirən, enerji verən əsas mühərrikdir. Süni intellekt, sürətli 5G interneti, evimizdə bir-birinə bağlı olan ağıllı cihazlar. Bunların hamısı bizim o rəqəmsal çayımızdakı ən güclü cəryanlardılar və onlar hər şeyi daha da sürətləndirirlər. Yaxşı, bu qədər nəzəriyyə danışdıq. Gəlin indi baxaq, bu qüvvələr real həyatımızda konkret olaraq nəticədə nəyi dəyişir və bu bilikləri biz necə öz xeyrimizə istifadə edə bilərik? Rəqəmsal qüvvələrin sənayeləri necə alt-üst etdiyini görmək üçün gündəlik həyatımıza baxmaq kifayətdir. Bir vaxtlar musiqi üçün CD alırdıq, indi isə Spotify-da bir kliklə milyonlarla mahnı əlimizin altındadır. Küçədə saatlarla taksi gözləmək əvəzinə telefonumuzdan bir toxunuşla Uber çağırırıq. Bu, sadəcə kiçik bir təkmilləşdirmə deyil. Bu, tam bir inqilabdır. Gəlin sadəcə bir elementə, sosial mediaya baxaq. Bu cədvəl çox aydın göstərir ki, sosial media siyasətdən tutmuş, biznesə, şəxsi həyatımıza qədər hər bir sahədə dərin izlər buraxır. Görürsünüzmü? Bir rəqəmsal alət bütün cəmiyyəti dəyişə bilir. Yaxşı, bütün bunlar bizim üçün nə deməkdir və gələcəyə necə hazırlaşa bilərik? İndi diqqətimizi bu çayda pasiv bir müşahidəçi olmaq əvəzinə necə aktiv iştirakçıya, hətta bir növ kapitan ola biləcəyimizə yönəldək.
Cavab əslində sadədir, amma çox güclü 3 addımdadır. Birincisi, sadəcə müşahidə edin. Ətrafınızda baş verən yeniliklərə, trendlərə diqqət yetirin. İkincisi, təhlil edin. Bu dəyişikliklər mənim üçün, mənim işim üçün nə deməkdir deyə düşünün. Və ən əsası, üçüncüsü, uyğunlaşın. Yeni bacarıqlar öyrənməyə və lazım gələndə yanaşmanızı dəyişməyə hər zaman hazır olun. Qədim filosof Heraklitin bu sözləri bugün bəlkə də heç vaxt olmadığı qədər aktualdır. Rəqəmsal dünyada uğur qazanmağın əsas açarı hansısa texnologiyanı mükəmməl bilmək deyil, dəyişikliyə davamlı olaraq uyğunlaşmaq bacarığıdır. Və beləliklə sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Gələcəyin rəqəmsal axınları, növbəti böyük dalğa bizi hara aparacaq? Və ən əsası, siz bu səyahətə, bu yeni dalğaya hazırsınızmı? Bu barədə düşünməyə məncə həqiqətən də dəyər.